yağışlarla əlaqədar olaraq bayrağı müvəqqəti açıblar. No bayrağımız var biləsiniz ki. Güclü yağışlarla əlaqədar açılıb. Neftçalağın mərkəzi yox, nabərejni, yəni Kür çayı sahilində parkıdır. Maşallah olsun. I love Neftçalaq. Güzel. Müasir Azərbaycanın qurucusudur. Allah qəni-qəni rəhmət eləsin. Gedək Kürü də çəkək. Orada uşaqların oynaması üçün sürüngəclər filan da var. Yəni ki, dekor xarakterli deyil də. Elə öz övladlarım uşaq olanda gətirmişəm orada. Dekorativ xarakterli bir şey deyil. Həqiqətən uşaqların əylənməyə, istirahət eləməyi üçündür. Bu da ana Kür. Yerli cavan uşaqlar. Lap özüm düşdüm, öz cavanlığım düşdü yadıma. İndi mənim video kanalımda Salyanı da belə bir mənzərədən çəkmişəm. Belə bir rakursda. Müqayisə eləyib kommentlərdə yazarsınız. Əlbəttə ki, nabərejni bulvarı nəzərə alsaq, əlbəttə ki, Neftçalaq. Amma təbii mənzərəsin, indi mən bəlkə yaxın doğma olduğuna görə Salyanı seçirəm. Xeyr, mən üçün hələ Salyan, Neftçalaq, Ağstafa, Qazax hamısı eynidir. Hamısı vətəndir. Orada tir də var desin, düzdür? Gedək orada şehir çəkdirək, sən deyən yerdə. Yaxşı.